Test toplusundan qəbul imtahanına düşə biləcək sualların izahıyla davam edirəm. İntegral -2-dən 5-ə f(x, dx) bərabərdir. Təbii şərtdə burada bir dx də olmalıdır, qeyd olunmayıb. Bərabərdir -s1 plus s2 çıxılsın s3. Bu da bərabərdir. Mənfi s1 şərtdə verib 6-dır, qeyd edirəm 6. Plus s2 o da 5-ə bərabərdir, qeyd edirəm. Çıxılsın s3 3-ə bərabərdir, qeyd edirəm 3. Bu da bərabərdir. -6 plus 5 -1 çıx 3 -4. Deməli düzgün cavab -4. Bu əzbər versiyasıdır. İndi məntiqini anlamaq istəyənlər üçün daha geniş izah verəcəm. Əslində bu gördüyümüz düz xətt, yəni bu düz xətt y bərabərdir 0 düz xəttidir. Mən sadəcə S1-i hesablamaq istəyirəm. Bu necə hesablamalı? Bu funksiyada diqqət etirin, fx funksiyası. Yəni bu hissədə fx-ə düşür. Qeyd edirəm fx. Qeyd edirəm integral -2-dən 0-a. S1-i almaq üçün üst funksiyadan, yəni y bərabər 0-dan alt funksiyanın fx-i çıxmalıyam ki, S1 sahəsini alam. O zaman qeyd edirəm 0 çıxılsın fx dx bərabərdir S1-ə. Yəni buradan yazıram yenidən integral -2-dən 0-a. Həmən bu mənfini qarşıya atsam nə olacaq əslində? Mənfi fx dx bərabərdir S1-ə. Hər tərəfi mənfiyə vursam olacaq əslində nə? -2-dən 0-a fx dx bərabərdir -S1-ə. Eyni qayda üzrə davam edirəm. İndi mən bu sahəni hesablamaq istəyirəm. Tutaq ki, bu da olsun bir A nöqtəsi. Qeyd edirəm integral 0-dan A-ya üst funksiyam yenə fx funksiyası. Qeyd edirəm fx funksiyası. Çıxılsın alt funksiyam. Əslində bu da y bərabərdir 0 düz xəttir. Yəni çıxılsın 0, qeyd edirəm dx. Bu da mənə bəli birbaşa s2-ni götürər. Yəni bu sahəni verər. O zaman yenidən qeyd edirəm integral 0-dan A-ya fx çıx 0 elə fx olacaq. dx bərabərdir birbaşa s2-yə. S2 hesablamaq istəyirəm. Yenə eyni qayda üzrə üst funksiyam nədir? Y bərabərdir 0-dır. Qeyd edirəm o zaman integral A-dan 5-ə üst funksiyam 0 çıxılsın. Alt funksiyam fx funksiyasının diqqətlərin davamıdır. Bu fx təsirində. Çıxılsın fx dx bərabərdir s3-ə. O zaman buradakı mənfini qarşıya atmış olsam, əslində almış olam. Mənfi integral A-dan 5-ə fx dx bərabərdir s3-ə. Hər tərəfi də mənfiyə vurmuş olsam, əslində nə almış oldum? A-dan 5-ə fx dx bərabər -3-ə. Buna görə də bu üçünün cəmi əslində edir -2-dən 5 fx dx və olur -s1 plus s2 çıx s3. Bu da oldu tam bir riyaziyyatçı izahı.